İndi sizinlə Temmuz sifarişlərimi açacağım. Hər kəs paltar vurur, geyim ya neysə başqa dekor. Mən isə kiçik miniatürlər sifariş eləmişəm. Onu da deyim ki, 17 ədəd material var burada, 17 forma. Və cəmi bir yerdə 34 manat ödəniş elədim. Hissə açaq. Bu mamır toplardır. Videomuzun sonunda hər birinin qiymətini göstərəcəm. Çünki telefonda da yadımda qalmayıb. Bir ədədin ölçüsü. Çox şirindir. Biraz böyük gözləyirdim, amma bu qiymət üçün çox yaxşıdır. Bu nə idi? Unutdum. Balaca kuklalar üçün gözlər. Kiçik quşlar, heykəllər işlədikdə, göz qoyduqda, bəzən boya ilə vurduqda çox istədiyiniz effekti əldə eləmək olmur. Çox kiçik iynə gözlərdir. Baxın, bu formadadır. Sayı səhv etmirəmsə 50 ədəd, 25 cütdür. Balaca sanki mismardır. Balaca iynə yox. Uşaqlar məndən də həvəslidir bunu. Bunu da qoydum kənara. Keçək növbəti. Bu nə idi? Rezinli, hə. Bu 17 ədəd miniatürümün içində bir dənə nunuma. Yezin deyil, broşka, ulduz nevzinkalardır, saçı yığma, sən sevdiyin. Bu maşınlar düşündüyümdən çox kiçikdir. Çox gözəldir, amma çox balacadır. Bunları mən satışda tapmaqda verərəm, baxarsınız yaxşı. Bunları mən satışda tapa bilmirəm. Amma çox qəşəng, bütün detalları, qapı detallarına baxın. Yəni, bütün detalları çox gözəldir. Bu maşınlarımız. Hə, amma çox gözəldir. Böyük maşınları satışda var. Mən belə kiçik ölçünü tapmadığım üçün. Yox, bu oyuncaq deyil. Mən yer kürəsi maketləri işləyəndə mənə belə çox lazım olur. Kardondan hazırlamaq istəsəz, bundan öncəki videomuzda paylaşmışam. Kardondan zibil qutuları, ətraf aləmin təmizliyi üçün. Çox gözəldilər. Uşaqlar bunu oyuncaq kimi görür. Şirinlər. Oyuncaq deyil, axı ürəyim bu. Bu mənim zibil qutularım. Başqa nə var? Bu yosundur. Açdıqda çox çıxır. Açmaq istəmirəm. Biraz göstərim. Yaxşı. Yaxşı, səhvli. Gəldik ağaclarımıza. Çox gözəldir, şirindilər. Çox. Hemen görün bir de. Hə, elə ona görə. Hə, sönü budaqdır. 2-3 santimetrdir. Hər birinin kənarında ölçü var idi. Mənə bu ölçülər lazım olur. Daha sonra baxaq. Fənərlər. Bu düşündüyümdən uzun gəldi. Yol lampaları, yol işıqlarıdır. Bir dənəsini sağ. Bunun işığı yox. Mən işığı yanmayanı götürdüm. Amma işığı yanan modellər də var. Baxa, bu nədir? Unutmuşam artıq. 10 günə gəldi mənim sifarişim. 10 gün ərzində çatdırdı. Bu nə idi? Amma işıqlı formanı almaq istəsəz, enerji kabloları, şunulları və əlavə olaraq batareya taxmaq üçün kiçik hissə, yəni 3 hissəli almalısınız. Biraz yerimiz açılsın. Aha, bu yine bu da divar lampasıdır. Yo, bu balaca divara bərkitmək üçündür. Divar miniatürü. Baxın. Çox gözəl. Bir ədədi təxmini olaraq 2 manatdır. Endirimdə 3 ədədini səhv eləmirəmsə 3 manata almışdım. Bu skameykalardır. Hə, çox balacadır. 10 ədəddir. Hə. Sonra bu yapışdırıcını mən həmişə xırdavat yerlərindən tapırdım, amma son vaxtlarda B7-mini çox çətin tapırdım. Ona görə sifariş verdim. Qiymət demək olar Azərbaycanla eynidir, amma tapmırdım istədiyim vaxt. Bunları da paketləri götürək. Bu qurbağalarımızdır. Hovuzlarda istifadə eləmək üçün mən oyuncaq
Oyuncaq yerindən aldığım qurbağalar çox böyük olur. Miniatürlərdə çox şirindir deyə düşünürəm. Əlbə yaxşı verərəm, baxarsan. Heykəl də hanı? Hə, çox balaca 1 sm eni uzunu var. Kiçik Bir oldu. deyil. Götür bax. Baxın məndə. Baxın yaxşı. Baxın. Sonra bunlar balıqlarımızdır. Saylarını yenə videoda sonda qeyd eləyəcəm. Çoxdan sifariş verdiyim üçün sayını unutmuşam. Kiçik hovuzlarda bəli, böyük balıqlar balaca belə 100 ədəd idi, əgər səhv yadımda qalmayıbsa. Baxın bu formada. Belə müxtəlif rəngləri var. Seçimdə rəngbərəngdir, mən qarışıq rəngi seçdim. Suda çox qəşəng görsənir. Su effekti verdikdən sonra. Suda üzə bilir. Bu nə idi? Bu balaca insanlar. Miniatürləridir. Yenə də projelərdə istifadə eləmək üçün. Can. Mən bunu oyuncaq üçün almamışam, bax ömrüm. Bu mənə İstimakayalarda da oturabilir. projelərdə var. Hə, skameykaya da qoyacağam. Oturan fiqur da olmalıydı bunların arasında. Bəziləri çünki oturmaqdır məndə. Səhv etmirəm. Yox, oturan fiqur yoxdur. Amma mən seçdikdə qarışıq seçmişdim. Bir dənə oturan model tapmadım yaxşı istədiyim kimi. Skamyada oturmağını istəyərdim. Hətta ətəkli xanımlar da var. Sonra bu formada şalvarlı. İstəsəz özünüz də üzərindən boyaya bilərsiniz bir neçə detayını. Bu nədir? Nədir görəsən? Hə, bu gil xəmir üzərində kərpic effekti yaydıqda divarlar üçün kərpic effekti üçündür. Təzə öyrəndin ömrüm. Bu nədir? Bu da stul. Bunu çox sevmişdim. Masa dəstidir. Hə. 4 ədəd kiçik stulu da var yanında. Hər hansı miniatürdə istifadə edəcəm də şirin. Və əsas məsələ. Bunu biz 50 ədəddir, 1 ədəd. Bu niyə belə səhv olub? Sonradan dəqiqləşdirərik. Bu formada. Və sağollaşıram. Videomuzun sonunda da qeyd eləyəcəm.